Qədim Türk torpaqlarında məskunlaşmış ermənilərin işləri, peşələri daim tarixi saxtalaşdırmaq olmuşdur. Onlar zaman-zaman həmin ərazilərdə məskunlaşmış Türk kəndlərinin yaranma tarixlərini, adlarını özlərinə sərf edən formada dəyişdirməyə çalışmışlar. Qədim tarixə malik olan Körpülü kəndi ilə bağlı da belə cəhdlər edilmişdir. Gürcüstan Dövlət Muzeyində mühafizə edilən sənədlərdə bu kəndin bünövrəsinin 1841-ci ilin payızında qoyulduğu göstərilir. 1897-ci ilin siyahıya alınmış sənədlərində isə Körpülü ayrıca kənd kimi yox, tayfa kimi Qazağın Şıxlı kənd cəmaati ilə bir sırada təqdim edilir. Ona görə belə edilir ki, Ermənistan, Gürcüstan və Azərbaycan sərhədlərində qədim İpək yolu üstündə qərarlaşan və strateji əhəmiyyəti olan bu qədim kənd həmin respublikaların xəritələrində və ensiklopediyalarında özünə yer tapmasın. Dönə-dönə Tbilisi şəhərində ezəmiyyətdə olarkən, arxivlərdə işləyərkən həmişə mən kəndimizin tarixi ilə maraqlanırdım ki, görün bu kəndin qədimliyi və müasirliyi necə olubdur. Bir dəfə yadımdadır ki, 99-cu ildə arxivdə işləyəndə belə bir sənədə rast gəldim ki, Çar 1-ci Nikolay 1846-cı ildə müraciət edib ki, Qraf General Vorontsova ki, Lor nahiyəsindəki torpaqlar haqqında fikirləriniz nədir? Orada yaşayan sakinlər haqqında fikirlərini Qraf Vorontsovun bilmək istəyibdi. O vaxt Qraf Vorontsov, Feldmarşal Qafqaz canişini vəzifəsində çalışırdı, özü də Tiflisdə otururdu. Və Qraf Vorontsov həmin ilin iyun ayında Çar 1-ci Nikolaya ilə Həzrətə məktub yazıb ki, vaxtilə Lor nahiyəsindən köçürmüş Körpülü kəndinin sakinləri gəlib Şıxlıya birləşmişdilər. Onlar yenidən öz vətənlərinə qayıtmaq arzusundadırlar. Onların vətənini, daha doğrusu Körpülü ərazisini Uzunlar tərəfdən, Cəlaloğlu tərəfdən gələn Qaxdağan ermənilər demək, silah gücünə gəlib tutmuşdular. Lakin Körpülü cəmaatının və demək olar ki, Borçalı Qazaq əhalisinin təzyiqi ilə Qaxdağan ermənilər Körpülü ərazisindən vurulub çıxarılmış, Körpülülər həmin öz yerlərində, keçmiş yerlərində məskun olmuşlar. Və Əlahəzrətdən Qraf Vorontsov xahiş edir ki, Körpülülərin əbədi məskunlaşması üçün, öz torpaqlarında əbədi məskunlaşması üçün onlara icazə verəsiniz. Biraz sonra isə həmin məktubun cavabı gəlib və Körpülülər 1841-ci ildə əbədi olaraq həmin yerdə məskunlaşıblar. Artıq 1905-1907-ci illərdə ermənilər Azərbaycanlılara qarşı açıq şəkildə iri miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Onların Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisində həmvətənlərimiz yaşayan kəndləri və İrəvanı əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə yeksan edildi. Minlərlə Azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi. Kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb, məhv edildi. Tarix heç nəyi silmir. Bütün gerçəklikləri gün işığı kimi aşkar edir.
19-cu əsrin əvvəllərindən başlayaraq Çar Rusiyası tərəfindən Zəngəzurda, Göyçədə və digər tarixi Azərbaycan torpaqlarında müsəlmanların say çoxluğunun qarşısını almaq, Cənubi Qafqazda yeni bir xristian dövləti yaratmaq məqsədi ilə ayrı-ayrı ölkələrdə dilənçi vəziyyətində yaşayan 100 minlərlə erməninin bölgəyə köçürülməsinə başlanıldı. İdeologiyası nifrətlə dolu olan bu gəlmə tayfa isə Böyük Ermənistan yaratmaq xülyasını gerçələşdirmək üçün müxtəlif dövrlərdə bu ərazilərdə yaşayan aborigen xalqa, Azərbaycanlılara divan tutdu, insanlıq əleyhinə olan terror aktlarına əl atdı, yerli sakinləri öz el-obalarından zorla, bir çox hallarda isə amansızcasına uzaqlaşdırmağa başladı. Zaman-zaman Azərbaycan torpaqları böyük dövlətlər arasında işğallara məruz qalmış və həmin dövlətlərin siyasi maraqlarına uyğun olaraq bölgələrə bölünmüşdür. 1828-ci il fevral ayının 10-da Rusiya çarı 1. Nikolayla Fətəli Şah Qacar arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla şimal və cənub hissələrinə bölünmüşdür. Şimali Azərbaycana Osmanlı dövləti və indiki İran ərazisindən kütləvi şəkildə ermənilərin köçü başlamışdır. Demoqrafik vəziyyəti dəyişdirmək məqsədi ilə əlavə Suriya və Livandan da erməni ailələrinin köçülməsi həyata keçirilmişdir. Bundan sonra bölgənin adları bəzən dəfələrlə dəyişdirilmişdir. Belə ki, Çar Rusiyasının ərazisinə qatılmış xanlıqlar quberniyalarla əvəz olunmuşdur. Haqqında söhbət açacağım Körpülü kəndi əvvəlcə Tiflis quberniyası Borçalı qəzasına aid olan Şüləver üyezdinə aid olan Körpülü kəndi kimi, sonralar isə Yelizavetapol, Gəncə quberniyası Qazaq qəzasının Körpülü kəndi kimi adlandırılmışdır. 1917-ci ildə Çar Rusiyası bolşeviklər tərəfindən süquta uğradıqdan sonra əvəzində SSR dövləti yaranmışdır. Bolşeviklər 29 noyabr 1920-ci ildə İrəvan xanlığı, Zəngəzur, Göyçə, Borçalının dağlıq hissəsi olan ərazilərdə Ermənistan SSR dövləti yaratmışdır. Bu dövlətin ərazisi inzibati rayonlara bölünmüşdür. Get-gedə rayon və kənd adları erməni adları ilə dəyişdirilmişdir. Yer adlarının adını dəyişdirməklə ermənilərin məqsədi tarixi saxtalaşdıraraq bu ərazilərdə Azərbaycanlıların heç bir zaman yaşamadığı və bu ərazilərin əzəldən ermənilərə məxsus olduğunu göstərmək olmuşdur. Barana kəndi ərazi rayon mərkəzi olaraq Barana rayonu kimi adlandırılsa da, qısa bir vaxtdan sonra Barana kəndinin adını dəyişdirib Noyemberyan rayon da Noyemberyan rayonu kimi adlandırılmışdır. Körpülü kəndinin əhalisi tarixi arxiv mənbələrinə əsasən 1820-ci ildən bu ərazilərdə məskən salmağa başlamışlar. Əslən, Qazaq qəzasının 2-ci Şılı kəndindən olan əhali qoyunçuluq və maldarlıqla məşğul olduqlarına görə yay mövsümündə heyvanlarını indiki körpülü ərazilərində yaylaqlar salıb payız-qış aylarına dək bu ərazilərdə sürülərini otarmışlar. Bir müddət bu davam etsə də, sonralar bir dəfəlik bu ərazilərdə yurt yeri salıb daimi yaşamaq qərarına gəlirlər. Bu minvalla təqribən 10 ailə Şənin Çinarlıq olan ərazisində ilk dəfə yeraltı evlər quraraq məskən salırlar. Sonralar get-gedə yeni köçlər əlavə olunur, beləliklə yeni kənd salınır. Kəndin adını Körpülü kəndi adlandırırlar. Bu haqda müxtəlif versiyalar söylənir. Bu versiyalardan biri də köçüb gəldikləri 2-ci Şıxlı kəndinin Qırmızı Körpüyə yaxın olduğunu nəzərə alaraq o tərəflərdən gəldikləri üçün Körpülü adının
verilməsi ehtimalı olunur. Hər bir kənddə olduğu kimi, bu kəndin də özünə məxsus göstərdikləri əməllərinə görə sayılıb seçilən mərd oğulları olmuşdur. Haqqında söhbət açacağım Aslan Rəhimov da bu oymaqda öz mərdliyi, igidliyi, qoldan güclü olmağı ilə seçilən Bacaq Məmmədin oğul nəvəsidir. Bacaq Məmməd Rəhimoğlu 1858-ci ildə Yuxarı Körpünlü kəndində anadan olmuşdur. Atası Rəhim kişinin 1830-cu ildən anadan olduğu çoxlu sayda mal-qaraya sahib olması və el-oba arasında göstərdiyi cəsarətinə görə oymaqda hamının onu Əjdaha Rəhim kimi tanıdığı bilinir. Onda olan bu gücün ilahi tərəfindən verildiyi güman olunurdu. Oğlu Məmməd atasının qalan mal-qarasını daha da artırmış, geniş təsərrüfata nail olaraq kənddə nüfuzlu bir mövqeyə sahib olmuşdur. Mərdliyi və cəsarəti ilə seçilmiş və bu səbəbdən Bacaq Məmməd və ondan sonra gələn Bacaq nəslinin nümayəndələri daim ermənilərə qarşı göstərdikləri müqavimətləri ilə də oymaqda fərqlənmişlər. Bu ərazilərdə sonradan məskunlaşdırılmış ermənilər yerli Azərbaycanlıları bu ərazilərdən qovub çıxarmaq üçün onlara amansız işgəncələr verilmişlər. Onlar Azərbaycanlıların mal-qarasını əlindən alır, ev eşiklərinə od vurub yandırır, olmazın işgəncələrini vermişlər. Bu işgəncələrə məruz qalmış yerli xalq yeri gəldikcə ermənilərə qarşı müqavimət göstərir. Onlarla mübarizə aparırdılar. Belə igidlərdən biri də ermənilərə qarşı amansız qan udduran Bacaq Məmməd idi. Çoxlu sayda erməniləri məhv etdiyi üçün el-oba arasında onu Qanlı Bacaq deyə adlandırırdılar. Körpünün yaranması, adı, burada sakin olanların haradan gəlmələri barədə müxtəlif söz-söhbətlər mövcuddur. Yaşlıların söylədiklərinə görə körpülülər Gürcüstanın Ağ Körpü və Qazağın Sınıq Körpü deyilən tərəflərindən qopub gəliblər. Körpülü adı da elə həmin yerlərin adı ilə bağlıdır. Düzdür, yaşlı adamların fəhmlə irəli sürdükləri bu versiya məntiqi cəhətdən ağlabatandır. Amma son vaxtlar əldə edilmiş tarixi faktlar da böyük maraq doğurur. Məşhur bir türk şairinin şeirində deyilir: bayraqları bayraq yapan üstəki qandır. Torpaq uğrunda əgər ölən varsa, vatandır. Bu deyilənlərdə bir həqiqət vardır. Doğrudan da məskunlaşdığın torpağı özünə əbədi yurt yeri seçmisənsə, onu mütləq canınla, qanınla qorumalısan. Körpülülər bütün zamanlarda bu yolu tutmuşlar. Elə bunun nəticəsidir ki, 1905-1918-ci illərdə məskunlaşdıqları qədim türk torpaqlarını tərk etməmişlər. Əski türk adətlərini və yer-yurt adlarını olduğu kimi qoruyub saxlamışlar. Yerlərin adlarına fikir verin. Qarabulaq, Zoğal bulağı, Cövüzlü dərə, Gen dərə, Qaçaq vurulan dərə, Kəmənd qaya, Şıx Məmməd vurulan dərə, Çinar dərəsi, Qızıl qaya, Babəkər dağı, Yekəyal, Şiştəpə. Ermənistanda yaşayan Azərbaycanlılar ayrı-ayrı vaxtlarda mərhələ-mərhələ
öz yurt yuvalarından qovulub didərgin salınmışlar. 1988-ci ildə körpülülər də belə bir tale yaşamaq zorunda qalmışlar. Amma keçirdikləri ağrı acılar, çətinliklər onların qədim yurt sevgilərini söndürə bilməmişdir. Körpülü Kiçik Kafkasya dağlarından Babakar dağlarının arasında güzel bir yerde yerleşir. Ahalisi Ermənistan'da olmasına baxmayaraq 100% Azərbaycanlılardan ibarət idi. Baxmayaraq ki, o dövrdə erməni rəhbərlikləri tərəfindən dəfələrlə kəndin erməni ahalisindən qarşılamaq cəhdləri olmuşdu, amma yeganə kənd idi ki, əhalisi %100 Azərbaycanlılardan ibarət idi. Baxmayaraq ki, ermənilərin əhatəsində yaşayırdıq, amma bir Azərbaycan qadınının, əməksevər Azərbaycan qadınının Mərziyə xanımın sosial əmək qəhrəmanı adı almasına qədər yüksəldi Mərziyə xanım. Ermənilər belə bir faktın qarşısını ala bilmədilər. Çünki həqiqətən də onun zəhmətkeşliyi hər kəsin gözü qabağındaydı, o cümlədən dövlətin. Və bir çox belə insanlar vardı. Bizim kənddən bütün bunları nəticə olaraq bunu demək istəyirəm ki, 12 elmlər namizədi var hal-hazırda, bir elmlər doktoru var. Bu da belə bir kəndin oradan da təhsilə böyük diqqət eləməsi, məktəbin bazasının güclü olmasına sübut edən bir fakt. Amma bildiyimiz kimi bütün bunlar davam eləmədi. 1988-ci ilin noyabrın 25-də ermənilərin baskını nəticəsində, təzyiqi nəticəsində kəndi tərk eləmə məcburiyyətində qaldılar. Həmin günlər mən də kənddə olmuşam və insanların evini tərk edəndə nə hisslər keçirdiyini özümdə hiss eləmişəm. Çünki bu evlərdən də biri bizim evidir, mənim doğulduğum, beraber yaşadığım evidir. Mən deyərdim ki, çox təsəvvür eləmək çətindir bu anları insan nə cür yaşaya bilər. El elə sığar, ev evə sığmaz deyib ulularımız. 1988-ci ildə ermənilər tərəfindən öz tarixi torpaqlarından zorla çıxarılan körpülülər Azərbaycanın müxtəlif güşələrinə səpələnmişlər. Həmişə torpağa bağlı olan bu insanların qismən çoxluq təşkil edən hissəsi toplum şəklində Qazağın Pirili, digər hissəsi isə Xızının Xələnc kəndlərində məskunlaşmışlar. Lakin harda yaşamalarından asılı olmayaraq, onlar o yerlərdə də körpülü ab-havasını yaşadılar. Amma təzədən o doğma yerlərlə görüşmək hissi heç cür onları tərk etmir. Onlarda belə bir daxili inan var ki, biraz tez, biraz gec olsa da, onlar mütləq öz tarixi torpaqlarına qayıdacaqlar. Türkün adəti belədir. Kül salıb, kök atdıqları torpaqlardan bir dəfəlik getmirlər. O torpaq onların olana qədər dönə-dönə at belində o yerlərə qayıdırlar.
o kəndi unutmayacaqsınız. Ancaq onu deyirəm sizə, vaxt olacaq, məsələn, mən görməyəcəm, mənim nəvəmin, nəticəmin bu kəndə qayıdacaq. Bax, bu olacaq. Haqq, ədalət öz yerini tapacaq. Orada bir ses var uzakta. O ses bizim sesimizdir. Eşitmesek, duymasak da o ses bizim sesimizdir. İndi hakkında geniş məlumat verəcəyim Bacaq nəslinin davamçısı Aslan Kərimoğlu öz gücü və cəsarəti ilə el-oba içərisində Bacaq nəslinin mübariz davamçısı kimi qəbul edilirdi. O, 15 aprel 1935-ci ildə Körpülü kəndində anadan olmuşdu. 1950-ci ildə Sovet ordusunun xüsusi təyinatlı desant bölməsində hərbi xidmətdə qulluq edib Macaristan və Kuba əməliyyatlarında iştirak etmişdir. Kəndə qayıtdıqdan sonra Əskül Binnət qızı ilə ailə qurmuş və bu evlilikdən Kərim adlı oğulları dünyaya gəlmişdir. Savxozda sürücü işləmişdir. Kənddə baş vermiş bir hadisə onun həyatını tam alt-üst etdi. 1965-ci ildə Noyemberyan rayonu ərazilərində dəmiyə torpaqların suvarılması məqsədi ilə ötürücü su nasos stansiyasının tikintisində çalışan işçilər nahar etmək üçün daim aşağı körpüldəki yeməkxanada yemək yeyirlərmiş. Əksəriyyəti də vaxtilə xaricdən gətirilib Ermənistanda məskunlaşdırılmış erməni ailələrinə mənsub olan ermənilərdən ibarət imiş. Bəzən yeməkxanada türk dilində danışırlarmış. Körpüldə yaşayan ermənilərin Azərbaycanlılara qarşı milli ədavətinə sərt cavab verən Azərbaycanlılar haqqında məlumatlı idilər. Bu səbəbdən belə adamları döymək üçün bəhanələr axtarırlarmış. Bir gün bunlardan 8 nəfər erməni nahar vaxtı yemək yedikdən sonra yemək haqqını ödəmədən ayağa durub getmək istəyəndə yeməkxanada işləyən vale onlara yaxınlaşır və yedikləri yeməyin haqqını ödəmələrini tələb edir. Bu zaman ermənilərdən biri biz pul verməyəcəyik, murdar türk deyə valehi dombuzla vurur və ona söyüşlər söyür. Bu vaxt yeməkxanada yemək yeyən böyük qardaşı Məmməd və ortancıl qardaşı Aslan qardaşlarını müdafiə etmək məqsədi ilə ayağa dururlar. Bundan sonra dillərdə əzbər olub dastan kimi söylənən savaş başlayır. Döyülən ermənilər döyüldükdən sonra aradan çıxıb 1-2 saatdan sonra bir neçə maşında əlavə ermənilər gətirib yenidən dalaşmağa başlayırlar. Kənddən bir neçə Azərbaycanlı cavanlar da bu qardaşların tərəfində ermənilərə qarşı müqavimət göstərirlər. Yeməkxanaya yaxın olan rabitə qovşağından Noyemberyan rayon milis idarəsinə zəng edib, kənddə Azərbaycanlılar erməniləri qırırlar deyə məlumat verirlər. Çox keçmir ki, rayon milis rəisi başda olmaqla bir qrup milis işçiləri maşınla hadisə yerinə gəlirlər və hadisənin qarşısını alırlar. Hər 3 qardaşı və bir neçə Azərbaycanlı uşaqlarını rayon milis idarəsinə götürürlər. Kiçik araşdırmadan sonra uşaqları buraxırlar. Məhkəmələri olana dək 3 qardaş Məmməd, Aslan və Valehi saxlama kamerasında saxlayırlar. Bu məlumat olduğu şəkildə Ermənistan Respublikası Daxili İşlər Nazirliyi
və Respublika prokurorluğuna çatdırılır. Hadisənin bu şəkildə sona yetməsinə nifrətini gizlədə bilməyən Respublika inzibati orqanları tərəfindən 3 qardaşı şəxsən görmək üçün bir nəfər nümayəndə Noyemberyan rayonuna göndərirlər. Milis şöbəsinə gəldikdən sonra o ayını mənə göstərin deyə göstəriş verir. Bir müddət kamerada saxlandıqdan sonra onların məhkəmələri qurulur. Aslan və Valeh qardaşlara hər birinə 3 il həbs cəzası çəkmək hökmü oxunur. Böyük qardaşları Məmməd Kommunist Partiyasının üzvü olduğuna görə ona yüngül şərti cəza verilir. Əgər bir il ərzində təkrar cəza törədərsə, bu cəzanın gələcəkdə ona şamil ediləcəyi xəbərdarlığı edilir və məhkəmədən sərbəst evə buraxılır. Aslan və Valeh Razdan həbsxanasında 3 il məhbusluq həyatı yaşayırlar. Bu hadisədən sonra onların ailə üzvləri daim Ermənistan inzibati orqanları tərəfindən nəzarətdə saxlanmışdır. Ermənilərlə yerli Azərbaycanlılar arasında toqquşmalar səngimək bilmirdi. Məqsəd Ermənistan dövləti səviyyəsində göstərişin həyata keçirilməsi idi. Bununla yerli Azərbaycanlılara idarələrdə iş və rəhbər vəzifələri verməməklə, ancaq kolxoz və savxozlarda fəhləlik etmək işlərinə cəlb etmək, Bakıda ali təhsil almış Azərbaycan millətinə mənsub Ermənistan vətəndaşlarının geri qayıtmasına əngəl törətmək və Ermənistan ərazisindəki Azərbaycanlıları pisikdirərək Respublikadan qovub çıxarmaq mütəşəkkil şəkildə həyata keçirilirdi. Odur ki, tez-tez münaqişələr baş verirdi. Həbsdən geri evlərinə döndükdən sonra Aslan və Valeh bir müddət kənddə yaşadıktan sonra orqan işçiləri daim onları təqib etmiş, təkrar cəzalandırmaq üçün bəhanələr axtarmışlar. Erməniləri döydüklərini hələ də uda bilməyən millətçi erməni inzibati orqan işçilərinin onlarla daim kobud rəftar etdikləri səbəbindən cana doyub 1971-ci ildə Ermənistanı tərk edərək Valeh Azərbaycana, Bakı şəhərinə gedir, Aslan isə atası Kərimin 2-ci Dünya müharibəsində həlak olub dəfn olunduğu Krasnodar vilayətinin Timoşenko rayonuna gedir. Bir müddətdən sonra orada Raisa adlı xanımla ailə qurur və bu evlilikdən 4 evladı Elmira, Eldar, Zeynəb və Rüstəm adlı uşaqları dünyaya gəlir. Ömrünün sonuna dək burada qalıb yaşayır və 1997-ci ildə 62 yaşında vəfat edir. Həmin kənddə də dəfn olunur. Aslan Rəhimov 1980-ci ildə Azərbaycanda daim yaşamaq məqsədi ilə ailəliklə köçüb Krasnodardan Mingəçevir şəhərinə gəlmişdi. Onda onların 2 evladı vardı. Qızı Elmira, oğlu Eldar və həyat yoldaşı Raisa. O, Mingəçevir şəhərində ailəliklə qısa bir müddət yaşadı. Sonra mən bu yerlərə öyrəşə bilmərəm deyib, təkrar gəldiyi Krasnodar vilayətinə qayıtdı. O bizdə olarkən, körpüldə baş vermiş hadisə mənim yadıma düşdü. Bu hadisəni mən də xatırlayıram. 1965-ci ildə atam Kərimov Ali Mahmudoğlu Ləmbəli Orta Məktəbinə yenicə direktor təyin olduğuna görə ailəliklə biz Ləmbəli kəndinə köçmüşdük. Mənim 10 yaşım vardı. Bu hadisə haqqında daha doğru düzgün məlumat almaq üçün özündən soruşdum. İlk sualım
bu hadisənin necə baş verməsi və necə oldu ki, üç qardaş sayca xeyli çox olan ermənilərlə savaşda qalib gəldiniz? O mənə belə cavab verdi. Əvvəlcə ikinci sualdan başlayaq. Çünki birinci sual daim ermənilərlə münaqişə körpüdə gündəlik baş verən hadisədir. Mən hərbi xidmətimi başlayarkən əvvəlcə başqa qoşun növündə xidmət edirdim. Bir gün biz 2 nəfər bizim hərbi hissənin yerləşdiyi ərazidən yüksəklikdə yerləşən raket qoşunları hərbi hissəsinin yaxınlığına maraq üçün baxmağa getdik. Bu zaman qollarında qırmızı lentlə patrul yazılmış 2 əskər və 1 zabit yaxınlaşıb bizə bu əraziyə yaxınlaşmaq qadağandır deyə xəbərdarlıq etdi. Biz onlara əhəmiyyət verməyib, hasarın kənarı ilə dolaşmağa başladıq. Onlar bizə təkrar yaxınlaşıb, bu dəfə əl-qol ataraq, fiziki güc göstərərək bizi ərazidən qovub çıxarmaq istədilər və beləliklə əlbəyaxa döyüşü başlandı. Biz onların üçünü də vurub yerə uzatdıq. Bu zaman uzaqdan hadisəni görən 3 silahlı əskər qaça-qaça yanımıza gəldilər və bizdən əllərimizi yuxarı qaldırmağımızı tələb etdilər. Biz aralaşmaq istəyəndə biri havaya avtomatla bir atəş açaraq bizi saxladılar və hərbi hissələrinə apardılar. Bizi qudbaqda salıb, nə məqsədlə bu əraziyə gəlməyimizi sorğu-sual etdikdən sonra qudbaqda saldılar. Sonra məlum oldu ki, bizim haqqımızda yollandığımız hərbi komissarlıqdan haqqımızda tam məlumat toplamışlar. Hadisənin təxribatla heç bir əlaqəsi olmadığı və təsadüfən bu qoşun hissəsinə yaxınlaşmağımız təsdiq oldu. Mənim haqqımda komissarlıqdan atam Kərimin 2-ci Dünya müharibəsində qəhrəmancasına həlak olduğu haqqında məlumat göndərilmiş. Bundan sonra yoldaşımı buraxdılar, məni isə hələlik saxladılar. Məndən hansı idman növü ilə məşğul olduğumu və idman normativləri doldurmam haqqında məlumat istədilər. Mən isə heç bir idmanla məşğul olmadığımı söylədim. Məni bir həftədə saxladılar. Sonra xüsusi təyinatlı desant bölməsinə keçirdilər. Beləliklə, mənim hərbi xidmətimin ağır və şərəfli hissəsi başladı. Bütün günü, gecə-gündüz demədən, qışın şaxtasında, isti havada, qışlı boranlı günlərdə belimizdə ağır yük çantası bağlı, bataqlıqlı meşələrdən keçərək müxtəlif müdafiə olunma və düşmənə ağır sarsıdıcı zərbələr endirmə əməliyyatlarının yerinə yetirilməsi sirlərini öyrətdilər. Beləliklə, olan gücümə əlbəyaxa döyüş üsulunu da artırdım. Körpüldəki dava-dalaşımızda Valeh də Bakıda güləş növü ilə məşğul olduğuna görə cəldliklə dalaşırdı. Bizi Noemeriyan Milis şöbəsinə aparıb kamerada saxladılar. Bir neçə gün keçmişdi, kameranın qapısı açılıb, "Aslan, sən bayıra çıx" dedilər. Koridorda əllərimi qabaq tərəfdən qandallayıb, "Səni görmək üçün Yerevandan, Ermənistan Respublika prokurorluğundan bir nəfər şəxsən səni görməyə gəlib. Onunla görüşə aparırıq. Onunla kobud danışmayacaqsan. Sakit, suallarına cavab verəcəksən" dedilər və məni onun yanına apardılar. İçəri daxil olan kimi gördüm kabinetdə T şəkilli stolun başında oturmuş bir adam göstərici barmağını mənə tərəf qıcayaraq "Budur, o ayı köpək oğlu" deyə üstümə bağırdı. Sağ və sol tərəfimdə milislər olduğuna görə ağlıma gələn yeganə fikir qabağa yeriyib uzun qavaq stolunu itələyərək onu divara bərk vurmaq oldu. Elə belə də elədim. Milislər məni tez saxlayıb təkrar kameraya qaytardılar. Koridorla aparılanda arxamca onun ucadan mənə və millətimə qarşı söyüş səslərini eşidirdim. Sonra mən ondan
Krasnodarda sizi sınamaq istəyən olubmu deyə zarafat yana soruşdum. O mənə Krasnodarda bir neçə dəfə ona qarşı Qafqazlı olduğu üçün kobudluq göstərənləri cəzalandırdığı haqqında hadisələr söylədi. Hətta bir dəfə pivə içmək üçün kəndin bufetinə getmişdim dedi. Mənim xətrimi çox istəyən bir yerli rus mənə yaxınlaşıb yavaşca dedi: "Aslan, səni döymək üçün bir adam gətiriblər." Gözüm çox axtarmadı. Baxıb gördüm yad bir adam var. Adam deyəndə daha çox adam yeyənə oxşayırdı. Hündür boylu, arxasında mən dayansam məni qabaqdan görmək olmazdı. Özümə sıxışdırıb geriyə qayıtmadım. Bir bakal pivə götürüb yavaş-yavaş içməyə başladım. Bir gözümlə onu başdan ayağa süzdüm. Birdən onun mənə tərəf gəldiyini gördüm. Baxdım ki, bu mənlik deyil. Dalaşası olsaq, o mənim qol qılçımı sındıracaq. Adi anda fikirləşdim ki, əgər cəld tərpənib, onu döş qəfəsindən aşağı, nəfəsliyinə bərk vuranda yerə sərsəm, mən onun gözünün odunu alacağım. Yox, bunu edə bilməsəm, o məni şirküt edəcəkdir. Mənə nəlayiq söyüşlər söyə-söyə üstümə tərəf gəldi. Mən istədim kruşka ilə onu vurum. Sonra fikrimi dəyişib, ilk zərbəni mən ona vurdum. Sağ əlimlə bərk, düşündüyüm kimi nəfəsliyinin üstünə var gücümlə bərk zərbə vurdum. Əskərlikdə bu fəndə öldürücü zərbə deyirdilər. O boyda nəhəng tir-tap yerə uzandı. Nəfəsi kəsildi. Bufetdən tez su gətirib, sir sifətinə, sinəsinə vurub, zorla əl qolunu oynada-oynada ayıltdılar. Özünə gələndən sonra 3 nəfər çətinliklə onu köməkləşib bir təhər ayağa qaldırdılar. Heç mən tərəfə baxmadan sakitcə mənim maşına oturdun dedi. Beləcə çətinliklə onu maşına oturtdular. 10-15 dəqiqədən sonra maşın yerindən tərpənib kənddən çıxdı. Mən fikirləşdim ki, o bir daha geri qayıtmaz. Elə də oldu. O bir daha bu kəndə gəlmədi. Ermənilərin qərbi Azərbaycanlılara vurduğu ağır və acı zərbə bu gün də davam edir. 1988-ci ildə baş vermiş hadisədə kəndi tərk edənlər arasında Aslanın birinci evlilikdən olan ailəsi, keçmiş həyat yoldaşı Əskül Binnət qızı və oğlu Kərim ailəliklə Gəncə şəhərinə pənah gətirmiş, orada məskunlaşmışlar. Oğlu Kərim daim Krasnodarda yaşayan qardaş bacıları ilə Eldar, Elmira, Zeynab və Rüstəmlə əlaqə saxlayır. Bugün Kərimin oğlu Vüsal babası Aslanın yolunu fəxrlə davam etdirir. O, Vətən müharibəsində babası Aslanı ev yeşiyindən didərgin salan ermənilərdən babasının qisasını aldı. Ermənilərin növbəti adımlarının qarşısını kəsdi. Onların Azərbaycan torpaqlarını işğal etməklə ərazilərini genişləndirib, böyük Ermənistan yaratmaq xülyalarını, arzularını ürəklərində qoydu. İşğal olunmuş torpaqlardan yağıb düşməni qovub çıxartdıqdan sonra dövlətimiz onu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyinə görə müxtəlif medallarla fərqləndirdi. Buna baxmayaraq, bugün də öz doğma, dədə-baba yurt yerlərindən zorla qovulub çıxardılmış soydaşlarımız Gürcüstan və Azərbaycan Respublikalarının ayrı-ayrı bölgələrində niskin həyat keçirməkdə davam edirlər. Vətənə dönmək arzusu heç bir zaman onları tərk etmir. Nə vaxtsa geri dönəcəkləri günü
səbirsizliklə gözləyirlər. Neçə illər üstündən keçsə də, onlar eli, obanı unutmamaq üçün xeyirdə, şərdə, boş vaxtlarında bir araya gəlib, dədə-baba torpaqlarındakı olub keçmiş günlərdəki hadisələri xatırlayıb yada salırlar. Onlar bu gün də aşağı körpüldə baş vermiş hadisəni, üç qardaşın erməniləri döydüklərindən sonra Lori, Göyçə və Borçalı mahallarına səs salmış hadisəni qəhrəmanlıq dastanı kimi dillərə gətirib söyləyirlər. Necə bir qürur verici hadisə olduğunu fəxrlə xatırlayırlar. Aslanın necə bir igid, mərd və cəsarətli insan olduğu haqqında ürək dolusu danışırlar. Söhbətlərdən birini İsmailov Nurəddin Hümmətoğlu ilə şair Vidadi Avdoğlunun aralarında gedən söhbətlərini olduğu kimi sizə təqdim edirəm. Elə bu filmin ərsəyə gəlməsi də xalq yaddaşının yenilənməsi zərurətindən irəli gəlmişdir. Təsadüfən sosial şəbəkələrin birində mənə və Vidadi Avdoğluna bir əslən körpüldən olan şəxsin müraciətinə rast gəldim. Təəssüflər olsun ki, onun adını unutmuşam. Ona görə də ondan üzr istəyirəm. Ancaq xahişi nəzərə alınıb. Filmi gördükdən sonra əminəm o məni bağışlayar. Məzmun təqribən belə idi. Hörmətli Cavanşir müəllim, xahiş edirəm, Rəhimov Aslan haqqında bir film çəkəsiniz. Bugün bizi ev eşiklərimizdən didərgin edib, çöllərə salan, dədə-baba yurtlarımıza sahib çıxan ermənilərə gözdağı verdikləri, körpüldə baş vermiş hadisədə sayca onlardan çox olan erməniləri, üç qardaşı necə döydükləri qoy tarixdə qalsın. Gənc nəsil o qəhrəmanlıq hadisəsindən özləri üçün nümunə götürsünlər. Qədir bilən xalqımız hər zaman mərdliyi ilə seçilən yiğitlərimizi qəlblərdə yaşatmağı özlərinə şərəf biliblər. Hörmətli Vidadi müəllim, sizə də müraciət edirəm. Aslan haqqında bir kitab yazın. Qoyun Aslan hər bir körpülünün qəlbində və xatirələrində əbədi yaşasın. Bizim kənddə Aslan adında pələng bir oğlan var idi, əjdaha bir oğlan idi. Kərim kişinin oğlu. Onlar üç qardaş idilər, bir bacı idilər. Bacaq Kərimin oğlu. Onlar istəmir uzunçuluq eləyim, onlar ermənilərlə dalaşmalı oldular bufetdə. Qardaş bufetdə işləyirdi. Səbəbi gətirdi, nəyə görə danışdı? Onlar gəldilər ki, biz burada ermənilər dedilər ki, biz burada pulsuz yeyib içəcəyik. O qardaşı Valeh də, Aslanın qardaşı bufetdə işləyirdi. O isə dedi ki, nötər yəni pulsuz, mən sizə borcum yox. Bunlar bahanə elədilər ki, bu Valehi vurdular. Elə döyməyə gəldilər bunları. Aslan da oturub orada pivə içirdi. Məmmədlə, qardaşıyla. Bunlar bir 8 nəfər idi ermənilər. Bunlar da Vadyanov Xaziyası var, su idarəsi, orada sürücülər işləyirdi və Allah verdi 2 Rəvakar Müəmmeri rayonundan seçilmiş oğlanlar idi də, belə ortada olan oğlanlar. Onlarla bunların davası düşdü. Orada Aslan, pələng Aslan, onların hamısını bir-bir o Stalova'nın vitrin şüşəsindən bir-bir bayra tulladı, pələng kimi. Və bütün ermənilərə sübut elədi ki, mənə heç kəs girişə bilməz. Orada mən də iştirak eləmişəm və baltayı götürüb bir dənə orada erməni daşnaq liderini qoyula-qoyula vodkada qədər qoyulamışam. Sonra məni də tutublar. Nəriman cavan oğlan idi, 15 yaşında. Nərimanı da tutdular, Eldarı, yuxarı körpü Eldarı da tutdular. Bizi də apardılar rayona və orada bizi döydülər, bıraxdılar. Eldar Arif Kərəm. Yox, Arif Kərəm yox. Arif Kərəm. Apardılar, bizi orada bıraxdılar. Aslan artıq yanımdan çıxıb mənim polis rəisi kapitan idi. Gəldi, böyük bir dəstə ilə, bunlar nəyə görə gəldilər? Bu ermənilər
Təzədən döyüləndən sonra getdilər. Deməli 1-2 saatdan sonra Kirevakandan, Allahverdidən, Ayrımdan, Noyemberyandan, Şırnıqdan, Cocandan, orada seçilmiş oğlanlardan Pobeda, Moskviç, Zim, nə var, Volga gəldilər, doldura Stalovonu mühasirəyə aldılar. Mühasirəyə alanda onlar oldu bir 35-40 nəfər. Bunlar isə 3 qardaş. Heç o qardaş, 3 qardaşlara da ehtiyac yox idi. O 40 nəfəri, inanın bunu mən deyirəm sizə, o 40 nəfər o pələngəsdən 40-ının da öhtəsindən gəlib hamısını üzür istəyirəm, parça-paraq elədi. Həqiqətdən parça-paraq elədi. O bıçaq əlində kiçik qardaş gəlib kimisi vurmaq istəyəndə aslanın qolunu kəsdi, belə piyeşiyə çıxdı, qan töküldü. Dedi, məni vurdu. Buna baxmayaraq, ermənilər eşiyə tökülən, qolu qırılan, başı qırılan, o şum qırıldılar. Qaçan qaçdı, canını tutardı və çıxdı meydana aslan. Stalova'nın qabağına çıxdı yeməkxananın. Dedi ki, ay erməni milləti, siz bilin ki, bizə bata bilməyəcəksiniz. Rayondan həmən polis rəisi gəldi, böyük bir dəstə ilə. Aslan ona dedi ki, birdən elə bilərsən, qorxuram, göstəri zad verərsən, bunlar mənə ələyək qaldırar. Hamınızı bir-bir buradan, meydandan məhv edib yola salaram. Heç yaxın dura bilmədilər. Teleqrafasını geyindi, Qurzovun başına çıxdı, dedi gedək. O getdi, onun məhkəməsi olanda mən özüm iştirak elədim orada. Onun anasından soruşdular ki, Güllər arvaddan, Allah rəhmət eləsin. Ondan soruşdular ki, siz oğlunuz haqqında nə deyə bilərsiniz? Artıq da cinayət işidir, iş kəsilibdir, iş veriblər. Dedi ki, mən südümü halal eləməzdim ermənlərə döyülsə. Belə bir arvad idi. Və aslandan soruşdular ki, nə xahiş edirsən? Dedi, nə xahiş edəcəm? Heç nə xahiş edəm, imkanım olsa sizi qıracam, siz bizi yola verməyirsiniz. Getdi, yatdı, sonra qayıtdı, gəldi və kəndi tərk eləməli oldu. Bilirdi ki, onu artıq tutaqlar təhlükə gözləyir. Getdi Krasnodarda, orada da ad çıxartmışdı. Və sonra Bakıya gəldim, mənlə görüşdü, mən artıq Bakıda idim, vəzifədə idim. Onunla əmi oğlu kimi, qardaş kimi oturduq, yedi içdi, 3-4 gündə bizdə qaldı. Onun bir oğlu oldu, bir qızı oldu. Mənim yoldaşımın adını qoydu Elmirə. Oğlum da Eldar. Eldar, hə. Qazaxda görüşdüm ondan sonra. Axırıncı dəfə ki, Mingəçevirə gəlib işləmək istəyirdi, orada da qalmadı. Qazaxda mənlə görüşdü, dedi ki, Çotdan çıxmağa gəlir. Onunla da axırıncı dəfə yedi içdik və onu axırıncı dəfə yola saldım. Belə bizim kətdə, belə igid, belə olan, bəlkə də o toylarda onun qabağına çıxan yox idi. Onu yıxan ola bilməzdi. O bir əjdaha ürəkli bir pələng idi. O 102 kilo çəkidə Ermənistan Qaregin adında bir idman ustasından güləşdi və idman ustasını yerə çırpdı. Erməni qalxanda dedi ki, vicdansız, get dünya çempionu ol. Elə bir adam idi. Allah rəhmət eləsin. Bu hadisəyə əvvəllər şair Vidadi Avdıoğlu da bir şeir həsr etmişdi. Bacaq duruş deməkdir. Bacaq gərdiş deməkdir. Bacaq öz baldırı ilə bir dirəniş deməkdir. Bacaqların nəslinə çox oğula gəlmişdi. Pəhləvan cüssəsi ilə bir çoxu seçilmişdir. Bacaqlar körpülüdə tarixi iz qoymuşdur. Erməni daşnaqların gözlərini ovmuşdur. 65-ci ildə erməni millətinə Məmməd, Aslan və Valeh yaşatdı qanlı talih. Bu igidlik yoludur, qəhrəmanlıq yoludur. Bacaqların bu qolu, Bacaq Kərim qoludur.